Psixologiya Elmi Tədqiqat İnstitutunun 2023-24-cü tədris ilində yenidən hazırlanma təhsili üzrə ilk məzunlarının diplom təqdimatı günü idi. Biz də iştirak etdik, sevə-sevə. Mən də onların bir müəllimi kimi onlara bundan sonraki həyatlarında uğurlar arzulayıram. Eyni zamanda Psixologiya Elmi Tədqiqat İnstitutuna gələcək fəaliyyətlərində bol nailiyyət diləyirəm. Bugün bizim için tarihi bir andır. Çünkü Psixologiya Elmi Tədqiqat İnstitutu bir ilkə imza attı. 2023-24-cü tədris ilində psixologiya ixtisası üzrə yenidən hazırlama təhsili alan tələbələrimiz artıq diplomlarını əldə etdilər. Və bununla da onlar yenidən hazırlama təhsili almaqla həm şəxsi inkişaflarında, həm də ki, peşəkar təcrübə cəhətdən daha da bilgili oldular və inanırıq ki, bu öyrəndikləri bilgi əsasında daha böyük uğurlara imza atacaqlar. Onlara gələcək fəaliyyətində müvəffəqiyyətlər arzu edirik. Mən Dahilə Məmmədova, Psixologiya Elmi Tədqiqat İnstitutunun 2023-2024-cü ilin tədris ilinin məzunlarından birisiyəm. Bugün çox sevincliyəm, çünki diplomumu əldə etdim. Diplom Elm və Təhsil Nazirliyi tərəfindən rəsmi olaraq təsdiqlənmişdir. İnstitutdan öyrəndiyim praktik bilgilərimlə bugünkü fəaliyyətimə və həmçinin akademik fəaliyyətimdə çox kömək olur. Buradan bütün müəllimlərimə təşəkkür edirəm.